Dostlar, bugün ayın biridir. 1 iyun bilirsiniz ki, Dünya Uşaqların Günüdür. Bugün bütün dünyada valideynlər uşaqlarını təbrik edirlər. Bütün uşaqlar bugün sevinir. Mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəlkə də dünyada sevinməyən, sevinmək imkanı olmayan, sevinməyə imkan verilməyən bir neçə ölkə var, bir neçə xalqın övladları var ki, onların arasında Azərbaycan da var. Qəzzanı başa düşdük, Qəzzada uşaqlar sevinmirlər çünki terrorçu İsrail başlarına bomba yağdırır. Suriyada uşaqlar sevinə bilmirlər, məlum məsələdir. İraqda həmçinin, Əfqanistanda hansısa problemləri var. Afrikanın müəyyən ölkələrində onların problemlərə görə uşaqlar sevinə bilmirlər, ən azı qıtlığa, acılığa görə. Təəssüf ki, bu ölkələrin, bu xalqların arasında, sevinməyən uşaqların arasında Azərbaycan uşaqları da var. Sevinən var, bəlkə də Azərbaycanda sevinən uşaqlar da var. Onlar iri boynuzlu məmurların, xalqın sərvətini, ictimai əmlakı talayan ailələrin uşaqları ola bilər. Amma bütün bunlara baxmayaraq, mən valideynləri tərəfindən kifayət qədər qayğı görə bilməyən Azərbaycan uşaqlarını təbrik edirəm. Mən buradan dövlət tərəfindən uşaq pulundan məhrum edilən Azərbaycan körpələrini təbrik edirəm. Bugün onların bayramıdır. Bugün 1 iyun Dünya Uşaq Günüdür. Mən məktəbə gedəndə valideynləri tərəfindən lazım olan məktəbli geyimini ala bilməyən, kitablarını tapa bilməyən, ayaqqabısı cırıq, şalvarı yamaq olduğuna görə utanan, bəzən də xəcalət çəkən, özünü pis edən uşaqlarımızı təbrik edirəm. Mən valideynləri sərhədlər bağlı olduğuna görə Rusiyada qalan, xarici dövlətlərdə qalan, övladlarına qayğı göstərə bilməyən, valideynlərinə görə əziyyət çəkən uşaqları təbrik edirəm. Mən bugün Azərbaycanda bir qarnı ac, bir qarnı tox olan bütün Azərbaycan uşaqlarını təbrik edirəm. Allah bizə təpər versin, güc versin ki, biz uşaqlarımızı, övladlarımızı layiq olduqları kimi mədəni xalqların, sivil dövlətlərin, vətəndaşları necə bu bayramı keçirirlər, biz də övladlarımıza elə bir bayramı keçirməyi şansını verə bilək, dostlar. 1 iyun gözəl gündür, amma çox təəssüf ki, bir çox bayramlar kimi Azərbaycanda mən qəti əminəm ki, bu günü də Azərbaycan xalqı bəlkə də çoxunun yadına düşmür, bəlkə də bilmirlər ki, belə bir gün var. Uşaqlar bugün mütləq xüsusi qayğı görməlidirlər, sevinməlidirlər, deyib gülməlidirlər, sərbəst olmalıdırlar, xüsusi hədiyyələr alınmalıdır onlara. Əlbəttə, mən bir şeylər deyirəm, bəlkə də aranızda kimlərsə baxıb gülür mənə ki, əlindən danışsan, sən biz övladımıza çörək ala bilmirik, sən hədiyyədən danışırsan. Mən sadəcə olmalı olan şeyləri deyirəm ki, belə olmalıdır əslində. Baxsan, biz Azərbaycanda elə bir dövlət, elə bir rejim, siyasi rejim qurmalıyıq və bunu inşallah quracaq ki, 1 iyun bütün uşaqlar sevinsin. O 1 iyunu həsrətlə bugün gözləsinlər ki, 1 iyun gələydi kaş, dövlət tərəfindən bizə qayğı daha da artırılardı. Valideynlərimiz, böyüklərimiz bizə hədiyyələr verərdi. Bütün uşaqları təbrik edirəm mən. Nəvələrim də onların içərisində olmağımı. Görün, bugün vaxt olsa, həm nəvəm Nərminin yazdığı bir cızma qarası var. Onu da sizlərə, əgər vaxt olsa, imkanı olsa, həvəsiniz olsa çatdırırım.